Sumqayıt şəhərində Sumqayıt bulvarı ərazisində inşa edilən Sumqayıt Bələdiyyəsinin Muğam və Yaradıcılıq Mərkəzində möhtəşəm muğam axşamı keçirilib. Sumqayıt Bələdiyyəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın zəngin musiqi irsinin incisi olan muğam sənəti təqdim olunub, tamaşaçılara unudulmaz və yüksək zövqlü musiqi anları yaşadılıb. Qeyd edək ki, Sumqayıt bulvarında yerləşən bu möhtəşəm mədəniyyət ocağı müasir memarlıq üslubu, yüksək texniki imkanları və 400 nəfərlik tamaşaçı tutumu ilə şəhərin mədəni həyatında xüsusi yer tutur. 2019-cu ilin noyabrın 21-də istifadəyə verilən mərkəz bu gün artıq regionun aparıcı mədəniyyət məkanlarından birinə çevrilməkdədir. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı bu məkanın dövlət səviyyəsində yüksək dəyərləndirildiyini bir daha sübut edir. Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən son illər şəhərdə həyata keçirilən geniş miqyaslı quruculuq və abadlıq işləri, o cümlədən mədəniyyət sahəsində göstərilən xüsusi diqqət vurğulanıb. Bildirilib ki, bu cür tədbirlər milli mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Muğam axşamını Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq mühafizə orqanlarının idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri və qazilər, eləcə də ictimaiyyət nümayəndələri izləyib. Səhnəyə çıxan ifaçılar öz yüksək səviyyəli ifaları ilə tamaşaçıların böyük rəğbətini qazanıblar. Onların ifasında səslənən muğam parçaları milli musiqimizin dərinliyini, emosional zənginliyini və bədii gücünü bir daha nümayiş etdirib. Tarın zərif mizrabı, kamançanın kövrək sədası, balabanın yanğılı nəfəsi və xanəndə səsinin vəhdəti nəticəsində muğamın klassik ruhu səhnədə dolğun şəkildə təqdim olunub və tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb. Tədbirin sonunda bildirilib ki, Sumqayıt Muğam və Yaradıcılıq Mərkəzi bundan sonra da aktiv fəaliyyət göstərəcək, mütəmadi olaraq müxtəlif mədəni tədbirlərə ev sahibliyi edəcək və şəhərin mədəni həyatına mühüm töhfələr verməyə davam edəcək. Eyni zamanda yaxın günlərdə keçiriləcək tədbirlər də elan olunub. Belə ki, 12 aprel tarixində mərkəzdə uşaqlar üçün 2 seanslı 11:30 və 13:30 saatlarında Qaraca Qız Kukla Teatrı tamaşası təşkil olunacaq. 24 aprel tarixində isə tanınmış müğənni Elton Hüseynəliyevin konserti baş tutacaqdır. Elvin Qudratov, Şəmistan Fikrətli, Elbrus İsmailov bu gün informasiya proqramı üçün.